Bəli. Salam, Kalba yaxşısan? Qurbanam var özündə. Nə xəbər, salamatsən? Qadan Allah. Təşəkkür. Kalba, biz gəlirdıq. Evdəsən? Hə. Yox, elə biz təbən az qaldı, yola düşürük gələk. Elə qapını çaldım da. Fəzay Səbzə yaxınıq. Yaxşı, cümləzə evdə eləcə deyirlər, evdə o buraya fəz. Elə gəlirəm maşından götürək gedək oraya. Yaxşı, yetişdik qapılarına. Gəlmişik Usta Yəhəyin qapılarına. Usta Yəhyə deyirik, çünki biz qədimdən bu həm bir aşinayımız var idi, birbirimizi tanıyırdıq və bu müsahibəni inşallah şirayətlər eləyir. Əvvəldə də maşını buradadır, taksi telefonu da işləyir, maşını buradadır və o dost ki, şəhid olubdur, onun əksini də buradadır. Gedək qapılarını çalaq gəlsin, inşallah gedək səri səhnə rivayət eləyək. Salam aleykum. Yaxşısın abi. Salam. Nə xəbər? Yaxşısan? Böyle bunu əvvəldə bağlayayım. Tamam, çağırıyor. Aynen. Qapılara xoşular. Xoşlar. Deyirsən, kapşını çatacağımdır. Evet, o da buradadır. Zəngin 34-cü günüdür. Şəhristan nəqədəydəyik. Neçə gün Zəngidən rədd olmuşdu. Sipahi Şəhristan mordə həmlə düşməni Səhnuni Amerikaya qərar tapdı. Bir tədad biz burada şəhid verdik və bir dənə mandiqar işlərdən ki burada görüldü, əziz bəsicilər və xadimlərin əz xudguzəştlikləri idi. Ki əgər olmasaydılar, təbii qofte məsulin, kolli biz burada ehtimalən şəhid verərdik mərduma addidən hətta. Bir dənə az o əziz xadimlər və əziz bəsicilər ki, davtələbanı gəlmişlər və o gecə burada köməkləşirdilər. Aya Yəhya ağa Bekfurdular ki, neçə demək olar nahiyədən məcruh olublar, cambaz olublar. Gəlmişik rivayəti meydanı eləyək ki, o gecə burada nə mənə ittifaq düşdü. Bir də elə həmən yerdən elə reis berizinə mənə səhnə o gün çatışıb biləmizə deyəsiniz. Valla işte postuyduq. Gəldim və dedim elə bir istirahat eləyim, gedim. Bütün gecələr biz post dururuq. O günü deyil, orada stadın baş üst tərəfində, küçəsinin ağzında postuyduq. Yetirdim və gördüm, səs gəldi. Elə biləm bir pərtabi olundu. Səda inficar ki, gəlindi. Bir isim var idi. Bir isim deyiləm, elədilər, özünüzü tez yetirin stada. Mən buradan stada getməyim fikrim 2 dəqiqə çəkmədi. Özümü yetirdim stada, hatta bulvarı çönəndə orada uşaqlar məndən qabaq oradaydı. Qoymadılar, qabağımı aldılar. Mən də saymadım sözün düzü. Elə bulvarı tez çöndüm. Getdim biraz stada qalan saxladım. Yəni şəhid bir fasilə ilə rubərusu. Maşını saxladım orada. Yenə Ay Cəlizadə var dedim. Ay Cəlizadə bu küçəni bağla. Biz də Ay Pərvizi ilə, Müştəbə Pərvizi ilə gedək rubəri küçələrə bağlayaq. Cəmaat da izdihamı çox idi. Təqribən istəsəm deyəm şəhid 100 nəfər, 150 nəfər olardı. Neçə nəfərdir bulan qabağını alırdı? Biz elə 2 nəfər, 3 nəfər idik fuqu. Bir 2 nəfər, məsələn, nə bir 2 nəfər, çoxları var idi ki, gəldi. Məsələn, biri Əmir tanış idi. Məsələn, xahiş elədim, dedim, xahiş edirəm, gəlmə günə. Gəlmə, gəlsən xətərdir. Bu da dedi, baş üstə, qayıtdı. Aya Ağabeyçburundan rəhmətlik Müştəbə Pərvizi getdilər, cəmaatı qoymadılar gələ qabağa. Xiyabanda mən də durmuşdum, piyada roda baxırdım. Cəmaatı vaqən qoymadılar, gəlsəydilər tələfatımız çox olacaq. Məsullardan da demişdik. Çox adam gedəcəkdi. Yəni bir şeydən lazım, hətta əqəl mənim özüm əvvəl gündən deyirəm, bunlar 50-60 nəfər orada qutaran bunlar oldular. Qoymadılar ki, hətta əqəl məsələn məslum olurlar, yaralanlar, yəni kuşlarımız çox olacaqdı o günləmə. Xanavada var idi, gəldi, deydi, bizim evimiz elə o bizi küçədədir. Buradan gedirəm, girəm o küçəyə. Mən də dedim, xahiş edirəm, bir xatirə mən bir çıxılı uzaq gedin o yerlə gedin. Kaç fəqət bunu deyə bildim. Çayım Müştəbə Pərvizidə qalardı. Mən bu Ay Ağabeyçburla
Ay Mustafa Pərvizinin cədvəllərindən öpərdim. Mən vaqəən orada vazih gördüm ki, nə xəbərdir, nə mənədir. Vaqəən həmşəhərlərimizi qurtardılar. Bir dənə səda intizar gəldi. Elə bir pısırlayan kimi elə bilən bir şey elə bilən istəyir düşər. Yəni fasilə qabil təvsif də belə çox əslən fürsət olmadı ki, yıxılasan, oturasan, bir iş görəsən. Səda intizar ki gələndə mən elə bir ləhzə gördüm Piyodorovdayıq biz. Yəni xiyabandan biləmizi götürüb Çıllamışdı Piyodarova. Düşmüşdü oraya. Bu ilə düşən ləhzə mənim məğzımda elə bir şeylər, ya qarnımın içində elə bir şeylər tuğlanırdı, bir hava elə bilən dəyişilirdi. O heynidə bir dənə ayrı infizar oldu ki, trans bərq idi. Müşəxəs idi, elə bir dənə trans tutdu. O da elə patlayan kimin oldu, bir yan, hər yan işıqlandı və sonra birdən qarənqır oldu, elə zülmat qalan hər yan qarənqır oldu. Və o ləhzədən mən dərdi özümdə ehsas elədim. Dərdi özümdə ehsas elədim ki, əsas bədənim ağrıyır. Bədənimdən əlavə gördüm, ehsas elədim, məsələn, qolum yoxdur. Fəqət mən çığırırdım, deydim, mənim qolum hanı, qolum gedim. Şahin Pərvizi də fəqət deyirdi, vay, mən şəhid oldum. Fəqət tikə kəlamı bu idi. Vəli mən qüdrəti çönmək yoxum idi ki, mən qüdrətim ola çönəm, ona baxım. Görən nə etfaq? Görən məsələmin bu nə vəziyyətdədir. Vəli onu ehsas edim, məsələn, sinəmin altı yaşdı, qan idi. İkimiz üçün bir yerə düşmüşdük. Həmin ay Cəlilzadə gəldi, məni götürməyi gördüm. Məni götürdü, biçikli qozadı, Rubəri küçəsini apardı. Orada çox qarənqulu oydu. Elə indi o səhnəyə adıma düşüb Ləmixov basır. Bir ləhzə bu ki, gözümü dolandırdım, xiyavanda 153 nəfər ya 157 nəfər yaralı var idi. Mən bu cür düşmüşdüm geriyə. Durdum, otduq yerdə gördüm ki, şalvarım buradan aşağısı ikisi cırılıbdılar. Dedim, məşə qışlağım gedibdi. Əlimi attım, qışlağımı gördüm, yox, yerindən. Mən hiss elədim ki, qıçın gedib. Bəli, çünki əslən heç hiss yox idi, çabalanmırdı. İki dənə qıçımın burasından yumraqla vurdum, gördüm, yox, qışlağım çabaladı. Durdum, ayaqüstə gördüm, yox, əlimi tutdum bədənimə, başıma, zadıma gördüm, yox, bizə də olmayıbdı. Durdum, getdim yavaş-yavaş, fəqət yolda qarnım çox qızışırdı, buralarım ağrıyırdı, bir də qışlarım ağrıyırdı. Qarnım yanağı, əndazı qızışırdı ki, əlimi qoymuşdum qarnıma, istəsəydim qarnıma ot qoyub. Bunlar asarı təzən Moca inficardır. Siz nə qədər fasiləniz var idi? Mənim fasiləm həttəqəl orayla 25 metr zat var idi, bəli. Mən gördüm ki, həmçinin bir isimin maşındadır. Vəziyyətdə də həmçinin amadə dəstur almaqdır ki, Amma şeylə gecələr vallahi elə gəşdir, elə əsləhə də var. bu vəziyyətdən həmçinin gəşdə şəbanədədirlər. Elə gecə günüz indi elə bu vəziyyətdə də vallahi mən elə hər gecə dolanıram. Çətindir. Çətin də olsa mən əslən nədir deyim, mən razıyam, torpaq yeyəm, torpaq verməyəm. Bu vəziyyətdən mən razıyam, elə yenə xidmət eləyəm. Ölüncü günə zətə xidmət eləyəcəm. Billah, bizə nə pul verirlər, nə biz ittifaqın cebimizdən maşının benzinini, qazını özümüz vururuq. Gəlirik, biz də şam naharımızı yeyirik. Nə bizə bir nəfər bir tümən pul verir, nə də bir şey.